Dağ yerlərində insanlar qazın pulunu verə bilməyəndə qazı bağlayırlar, oduna keçirlər. Odun da baha olduğundan həyətlərindəki ağacları kəsirlər. Həmin şəxsə işlətmədiyi qaza görə pul ödəməsini demək hansı məntiqə əsaslanır? Bu fikirlər Milli Məclisin növbədənkənar sessiyasının plenar iclasında səsləndirilib. İclasda dövlət büdcəsinin səmərəli idarə olunması, eləcə də qaz və istilik tariflərində aparılan yeniliklər də diqqət mərkəzində saxlanılıb. Hörmətli həmkarlar, bizim iclasımız Milli Məclisin növbədənkənar sessiyası üzrə növbəti plenar iclası keçirildi. İclasda Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında saziş təsdiq edildi. Müzakirə olunan məsələlərdən biri də 2024-cü il dövlət büdcəsinin icrası haqqında qanun layihəsi idi. Misal üçün, Amerika Birləşmiş Ştatlarında gömrük orqanları xətti ilə toplanan vəsait adam başına təqribən $300, bizdə bu $660 təqribən. Yəni, bu da hökuməti ciddi düşündürməlidir və narahat eləməlidir ki, niyə Azərbaycanda bu qədər idxalın həcmi böyükdür və biz niyə bu istehsalla özümüz məşğul ola bilmirik, niyə sahibkarlar ölkəyə investisiya yatırmırlar. Dövlət maliyyəsinin daha səmərəli idarə edilməsinə bağlı islahatlara başlanılıb. Bu fikirləri Maliyyə Naziri Sahil Babayev bildirdi. Nazir millət vəkillərinin ötən iclaslarda elm və təhsil xərcləri ilə bağlı çıxışlarına da münasibət bildirdi. 2024-cü ildə büdcəmizdə təhsil və elm xərcləri üzrə cəmi 4.8 milyard manat olmaqla ümumi daxili məhsulun təqribən 3.8%-də məbləğ proqnozlaşdırılmışdır. Bu, beynəlxalq normativlərə ümumilikdə götürdükdə kifayət qədər yaxındır. Əksər ölkələrdə təhsil və elm xərcləri ümumi daxil məhsulun 3% ilə 5% həcmində proqnozlaşdırılır. Eyni zamanda nəzərə alınmalıdır ki, elm və təhsil üzrə bir sıra xərclər hazırda dövlət büdcəsinin fərqli bölmələrində təsnifləşdirilir. Bu da ümumi mənzərənin formalaşdırılmasına müəyyən qədər çətinlik yaradılır. İstilik təchizatı haqqında qanun layihəsi də ikinci oxunuşda qəbul edildi. Təklif etmək istərdim ki, isti su təchizatı termini əlavə olunsun. İstilik sistemi, xüsusən mərkəzləşdirilmiş istilik sisteminə keçid baş verirsə, amma mərkəzləşdirilmiş isti su təminat həyata keçirilmirsə, nəticə etibarilə ilə fərdi istilik avadanlıqlarından yenə də istifadə ediləcək. Qaz təchizatı haqqında və lisenziyalar və icazələr haqqında qanunlara dəyişiklik edilir. Layihələrin müzakirəsi zamanı millət vəkilləri qaz və işığa aylıq sabit tarifin tətbiqi ilə bağlı çıxış etdilər. Deputat Əli Məsimli dağ rayonlarında yaşayanların qaz ehtiyacından danışdı. Harda məntiq ki, insan qazın pulunu ödəyə bilmir, qazı bağlayıb, odun ala bilmir, həyətində ağacları kəsir, ona əlavə deyəsən ki, sən işlətməyin qaza görə, deməli, xərc ödəməlisən. Hesab edirəm ki, bunun arxasında o durur ki, neftin qiyməti aşağı düşəndə, deməli, gəlirlərimiz də azalacaq, həmin monopollara dövlət vəsait dəstək verə bilməyəcək. Ona görə də onlara aid olan o yüklərin bir hissəsi xalqın üzərinə deməli, yüklənir. Bu, yaxşı üsul, optimal üsul deyil. Vətəndaş qaz çəkilişi zamanı mənzilə və evlərə çəkiliş haqqını ödəyir və sayğaca görə də ödəniş edir. Ödəniş də xeyli böyük rəqəmdir. İndi onlar sabit tarif də ödəməlidir. Yəni, istəyirsən qazı işlət ya da işlətmə, aylıq müəyyən edilmiş məbləği ödəməlisən. Bu, mənə ədalətli yanaşma kimi görünmür. Bilmək istəyirəm ki, bu məsələ hansı təcrübədən yaranıb? Biz bu təcrübəni hansı qonşu ölkələrdən əxs etmişik? Eyni yanaşmanı Şərqi Avropa, Baltikyanı ölkələrdə də görmək olar. Polşada, Litvada, Latviyada, Bolqaristan kimi ölkələrdə bu modeldən uğurla istifadə edilir. İnfrastrukturun saxlanması, əmək haqqı, təhlükəsizlik, texniki xidmət xərclərinin qarşılanması üçün nəzərdə tutulan məbləğdir. Bu məbləğ faktiki olaraq hal-hazırda da istehlakçılar tərəfindən ödənilir. Sadəcə tarif strukturunda ayrıca göstərilmir. Müzakirələrdən sonra qanun layihəsi digər 11 məsələ ilə birgə səsə qoyularaq qəbul edildi. Rüstəm İkizadə, Anar Ağazadə, İTV Xəbər.